Taxılçılığın əsas inkişaf etdiyi rayonlardan olan Şəkidə bu mövsüm 60 min hektara yaxın taxıl zəmisi biçilib. Bu sahə əhalinin çörək və un məhsullarına olan tələbatının ödənilməsində, eləcə də heyvandarlığın yem bazasının formalaşmasında mühüm rol oynayır. Şəki rayonu ərazisində 2026-cı ilin məhsulu üçün 2025-ci ilin payızında və 2026-cı ilin yazında 59.977, onda 5 hektar sahədə dənli biçilən əkinlərə aparılmışdır. Əkinlərin 18.682, onda 4 hektarını buğda, 41.295, onda 1 hektarını isə arpa təşkil etmişdir. Taxılın təmizlənməsi və keyfiyyətinin qorunması gələcək istifadə üçün mühüm əhəmiyyət daşıyır. Ölkədə demək olar ki, taxıl sahələrinin 97%-də taxıl tikilib, indi işlərin hamısı ambarlarda görülür. Gələn taxıllar ambara gətirilir və belə dəzgah vim vasitəsilə təmizlənərək belə hazır şəkildə yığılır. Şəkili fermer Məmməd Hacıyevin sözlərinə görə yüksək məhsuldarlığın əsasında keyfiyyətli və yüksək reproduksiyalı toxum dayanır. Əldə olunan yüksək göstərici rəsmi olaraq qeydiyyata alınıb. Qızılgül, Qobustan və başqa yüksək reproduksiyalı toxumlardan müxtəlif ərazilərdə 84, 74 və 65 sentiner məhsuldarlıq əldə olunmuşdur. Məhsuldarlığın əldə olunmasının səbəbləri yüksək reproduksiyalı toxumdan istifadə etmək, aqrotexniki qaydalara əməl etmək, eyni zamanda təbii şəraitin əlverişli olmasıdır. Bu il Şəkidə biçin kampaniyasının vaxtında və mütəşəkkil aparılması üçün 150 kombayn cəlb olunub. Sahələrdə işləyən texnikaların əksəriyyəti fermerlərin lizinq yolu ilə əldə etdikləri müasir kənd təsərrüfatı maşınlarıdır. Biçin sahələrində taxıl biçinində iştirak edən kombaynlar artıq daimi dislokasiya mərkəzlərinə qaytarılıb. 2027-ci il iyul ayına qədər bu texnikalar öz növbəsini gözləyəcək. Sahələrdə isə növbə şum texnikasınındır. Artıq gələn mövsümdə də yüksək məhsuldarlığın qorunması üçün hazırlıq işləri davam etdirilir. Şəkidə indiyədək 20 min hektar sahə şumlanıb. Taxıl biçinindən sonra suvarılan ərazilərdə isə 400 hektarda təkrar, qarğıdallı və günəbaxan əkilib. Mütəxəssislər hesab edirlər ki, yüksək reproduksiyalı toxumlardan istifadənin genişləndirilməsi gələcək illərdə də rekord məhsuldarlığın əsas təminatçısı olacaq. Əli Səmədov, İbrahim Mustafayev, Salim Məmmədzadə, Orxan Qayıbov, ASTV Xəbər.